Salam əziz izləyicilər, Qaranlıq Pərdə kanalına xoş gəlmisiniz. Bugün sizlərə Mothman əfsanəsindən danışacağam. Əfsanə 1966-cı ilin noyabr ayında ABŞ-ın Qərbi Virciniya ştatında yerləşən Point Pleasant şəhərində başlayır. Bu balaca və sakit bir şəhər idi, amma bu tarixdən sonra sakitlik pozulacaqdı. Şəhər ətrafında əvvəllər heç vaxt görülməmiş bir varlıq peyda oldu. İnsanlar onu qanadlı adam kimi təsvir edirdilər. 15 noyabr 1966. Bu tarixdə iki cütlük Roger və Linda Scarberry, Steve və Mary Mallett gecə saatlarında Point Pleasant yaxınlarındakı TNT Area adlanan keçmiş hərbi baza ərazisində avtomobillə gəzirdilər. Bu ərazi müharibə dövründə silah və partlayıcı maddələrin saxlandığı bir yer idi və çoxları ora getməyə qorxurdu. Birdən qarşılarında təxminən 2 metr boyunda qara, iri qanadlı bir məxluq peyda oldu. Ən dəhşətlisi isə qırmızı gözləri idi. Sanki qaranlığın içində yanırdı. Onlar avtomobillə qaçmağa başladılar. Amma Mothman havada uça-uça onları təqib etdi. Deyilənə görə məxluq saatda 160 km sürətlə hərəkət edən maşını təqib edirdi. Nəhayət, şəhərə yaxınlaşanda Mothman onları tərk etdi. Növbəti günlərdə artan panika və şahidlər. Bu hadisədən sonra bir həftə ərzində 100-dən çox insan Mothman'ı gördüyünü iddia etdi. Kimi deyirdi evinin damında oturub, kimi deyirdi gecə pəncərədən baxanda göz-gözə gəlib. Bəzi şahidlər deyirdilər ki, gözlərində baxanda donub qalırlar, tərpənə bilmirlər, sanki varlıq insanın zehninə təsir edir. Ən çox görülən yer yenə də TNT Area idi. Hətta bəzi insanlar orada izlər tapdıqlarını deyirdilər. Nəhəng quş pəncəsi izləri və tapdaq yerləri. Digər anormal hadisələr, yad planetlilər və Men in Black. Bu dövrdə Point Pleasant ətrafında yalnız Mothman yox, bir sıra başqa qəribə hadisələr də baş verdi. Göydə parlayan işıqlar, elektron cihazların dayanması, ağlasırmaz səslər və qorxunc kabuslar. Şəhərə gələn qəribə geyimli danışıq tərzə uyğun olmayan qara geyimlilər, Men in Black, bu şəxslər şahidlərə susmaları üçün təzyiq göstərdiyi iddia olunur. Bütün bunlar insanlarda Mothman'ın yad planetli varlıq və ya paranormal xəbərçi olduğunu düşündürməyə başladı. Silver Bridge faciəsi 15 dekabr 1967. Təxminən bir il sonra 15 dekabr 1967-ci ildə şəhərin iki hissəsini birləşdirən Silver Bridge adlı asma körpü qəflətən çöktü. O anda üzərində olan 46 nəfər həyatını itirdi. Bu hadisədən əvvəl çoxlu şahid körpü ətrafında yenidən Mothman gördüyünü iddia etmişdi. Faciədən sonra Mothman bir daha görünmədi. Bu əfsanəni daha da gücləndirdi. İnsanlar düşünməyə başladı ki, Mothman bir növ bədbəxtlik xəbərçisidir, ya da faciənin səbəbidir. Bəziləri isə sadəcə təsadüf olduğunu düşünür. Sonraki illər və pop mədəniyyətindəki yeri. Hadisələrdən sonra Mothman uzun müddət görünmədi, amma insanlar onu heç unutmadı. 2002-ci ildə The Mothman Prophecies adlı film çəkildi və bu əfsanəni bütün dünyaya tanıtdı. Hər il Point Pleasant şəhərində Mothman festivalı keçirilir və minlərlə insan bu hadisələri yerində görmək üçün şəhərə axışır. Nəticəyə baxaq. Bu gerçək mifdir, yoxsa kollektiv qorxu? Mothman haqqında müxtəlif nəzəriyyələr var. Bəziləri deyir ki, bu sadəcə böyük bayquş və ya quş olub. İnsanların qorxusu və şok vəziyyəti onu canavar kimi görmələrinə səbəb olur.
Digərləri isə inanır ki, Mothman fövqəltəbii bir varlıqdır. Gələcəkdəki fəlakətlər xəbər verir. Daha skeptik yanaşanlar isə kütləvi halüsinasiyanı, medianın təsirini və qorxu psixozunu günahlandırır. Amma bir şey dəqiqdir. Mothman əfsanəsi hələ də yaşayır. Gecə TNT arayada tək-tənha gəzməyə cəsarət edən varsa, bəlkə o qırmızı gözlərlə göz-gözə gələ bilər. Allah hamımızı şərlərdən qorusun. Kanalımıza abunə olmağı və videomuza like qoymayı unutmayın.